Salam qızlar, bugün evdə dırnaqlarımı yenidən korreksiya eləyəcəyik. Həm bir dırnağım qopub, həmçinin əvvəl dırnağımda olan tipsilər adi tipsilər idi. İndi isə mən arka tipslərdən istifadə etmək istəyirəm. Gəlin başlayaq. İlk öncə əllərimdə olan geli sökməyə başlayıram frezer aparatının köməyi ilə. Aparatı nə qədər düzəltməyə çalışdımsa düzəltmədi. Yəqin ki, videoya görə belə oldu. Eybi yox, frezer aparatı olmasa da indi pilka vasitəsilə gelləri sökəcəm. Düzdür, biraz vaxt çox aparsa da eybi yoxdur. Qayçı vasitəsilə dırnaqlarımın uzunluğundan kəsirəm ki, həm vaxta qənaət eləmiş olum, həm də tipsiləri zaten yenidən taxacam. Başlayıram dırnaqlarımı bir-bir pilkalayıb təmizləməyə. Mən bir əlim üstündə göstərəcəm ki, video uzun olmasın, anlaşılır olsun. Dırnaqlarımı təmizləyib bitirdim. İndi isə tozlarını alıram və spirt vasitəsilə təmizləyirəm. Əlimdə dırnaq ətləri az olduğundan kutikula qayçısı ilə deyil, çubuq vasitəsilə ətləri arxa eləyirəm. Və ən sevdiyim mərhələyə gəldik. Tipsiləri dırnaqlarımın ölçüsünə görə seçib ayırıram. Tipsi yapışdırmaq üçün əvvəllər bu iki kleydən istifadə edirdim. Ta ki bu Runelin tipsi yapışdırıcısını tanıyana qədər. Bu onlara nisbətən ölçüsü biraz balacadır və qiyməti yüksəkdir, amma keyfiyyəti çox əladır. Biraz tətbiq edilməsi də narahatdır. Digərləri lak formasında olsa da bu damca formasındadır. Amma mən bunu çox sevirəm keyfiyyətinə görə. Və başlayıram bir-bir tipsiləri dırnağıma yapışdırmağa. Və qayçı vasitəsilə uzunluqlarından qısaldıram. Mən əvvəl uzun üçbucaq dırnaqları sevsəm də, indi niyəsə kvadrat qısa dırnaqlara üstünlük verirəm. Yapışdırdığımız dırnaqların öz dırnağımızla eyni bərabərlikdə olması üçün üstlərini pilkalayırıq. Bütün dırnaqlarımı pilkalayıb qurtardıqdan sonra üstündəki tozları yenə alıram. Və bu tipsidə əsas məsələ uc hissələrini sıxıram ki, daha da arka forması alınsın. Əgər sıxmasaq, pilkaladığımıza görə yenə düz olacaq uc hissəsi, ona görə bu mütləqdir. Bütün dırnaqlarımı spirtləyib primer tətbiq eləyəcəyik. Primeri aparatda yox, havada 60 saniyə quruduruq. Quruduqdan sonra çox nazik bir sloy baza çəkirik dırnaqlarımıza. Aparata qoyub 60 saniyə quruduruq. Bazada tam quruduqdan sonra geli çəkməyə başlayırıq. Mən Elisanın bu gelindən istifadə edirəm. Əgər siz də mənim kimi evdə öz dırnağınızı etmək istəsəz, ilk dəfə üçün çalışın qatı gellərdən alın. Sulu gellərin tətbiqi biraz narahatdır. Çəkdikcə qıraqlara axır deyə rahat istifadə olunmaya bilir. Ona görə qatı gellərdən istifadə eləyin.
Gel biraz axdı deyə çubuq vasitəsilə təmizləyirəm. Bütün dırnaqlar bitdikdən sonra spirtlə təmizləyirəm ki, yapışqanlığı azalsın. Ən sonda dırnaqlarımı bir dəfə də dırnaq qurutma aparatında quruduram ki, gellər daha möhkəm tutsun. Məncə gelim çox səliqəli və qəşəng alındı. Videodan da göründüyü kimi. Ona görə mən pilka vasitəsilə korlamaq istəmirəm. Sadəcə baf vasitəsilə üstünü matlaşdıracağam. Dırnaqlarım tam hazırdır, amma mən dizayn hələ də seçməmişəm. Çünki normalda süd rəngi, ağ rənglərdən istifadə edirəm. Amma indi videoya çəkdiyimə görə istəyirəm ki, daha qəşəng və dizaynlı bir şeylərdən istifadə eləyim. İndi öz əşyalarımın içərisində baxıram zəllərə falan nə edə bilərəm deyə. Biraz da Pinterestdən dırnaqlara baxım axtarım, görüm nəyi bəyənirəm. Gözəl bahar rəngidir deyə istədim belə mor rəngdən istifadə eləyim. Gel lakı çəkdikdən sonra aparatda 60 saniyə quruduram. Daha sonra lakın üstündən belə bir runeldən olan top çəkirəm. Yenə dırnaqlarımı aparata qoyub quruduram. Bir dırnağımı fərqli dizayn üçün saxlamışdım. Həmin dırnağıma ağ rəngdə gel lak çəkirəm. Aparata qurutmağa göndərirəm. Dizaynda dalğa effekti yaratmaq istəyirəm. Ona görə ağ və bənövşəyi rəngi qarışdırıram. Qızılı fal qəzəlləri də dizaynımın yan hissəsinə səliqəli şəkildə düzürəm. Bunun üçün çubuğumu topa batırıb daha sonra zərə batırıram ki, yaxşı yapışsın. Dizayn etdiyim dırnağın üstündən də topla keçirəm və daha sonra 60 saniyə aparatda qurumağa göndərirəm. İnci tozu ilə də bir dırnağımın üstünü bəzəyib vitrika effekti verirəm. Digər bütün dırnaqlarımın uc hissəsinə isə minimalist ürək çəkəcəm. Sonda dırnaqlarımın dibinə kutikula yağı çəkirəm. Və bu da dırnaqlarımın son halı. Mən rəngini, dizaynını, formasını, hər şeyini çox bəyəndim. Əvvəlki usta etdiyi dırnaqlara nəzərən çox qəşəngdilər.